Salam izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə Angelika pirojnasının reseptini bölüşürəm. Bunun üçün 6 ədəd yumurtanın üzərinə yarım çay qaşığı duz, 1 stəkan yarım şəkər tozu və 1 paket şəkərli vanili əlavə edib mikserlə bunları köpüb ağarana kimi qarışdırıram. Ardından üzərinə yarım stəkan duru yağ, 1 stəkan qatıq və 2 stəkan unu da ələkdən keçirdə bura əlavə edib qarışdırıram. Biskvitin xəmirini hazır edəndən sonra yağlı kağızın üzərinə töküb yayırıq hər tərəfinə bərabər şəkildə və qoyuram 180 dərəcədə yarım saat pişsin. Keçirəm kremini hazırlamağa. Krem üçün mən bu İran qaymağından istifadə elədim. Siz də hər hansı bir İran qaymağından istifadə edə bilərsiniz və yaxud da qatı bir qaymaqdan. Və ardından üzərinə krem pendiri 3-4 xörək qaşığı da bişmiş qatlaşdırılmış süd əlavə edib bunları qarışdırdım. Və qoyuram kremi soyuducuda 1-2 saat qalıb biraz özünü tutsun. Və bişən biskviti stəkan vasitəsilə gördüyünüz kimi dairələr bərə kəsib çıxardıram. Biskvitin birini götürüb şərbətlə isladıram və üzərinə kremi çəkirəm. İkinci biskviti də üzərinə yerləşdirirəm və onun da üzərini, kənarlarını kremləyirəm. Biskvitin artıq çıxan kənarlarını da kafemolkadan keçirdib qırıntı halına gətirmişdim və bunu qırıntılara batırıb gördüyünüz hala gətirdim. Və hamısını bu cür qaydada hazırlayırıq. Çox gözəl alınır həqiqətən. Mən də ilk dəfə də hazırlayırdım və dadını çox bəyəndim. Mütləq sizin də hazırlamanızı tövsiyə edirəm. İnşallah ki siz də çox bəyənəcəksiniz. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Allah'a əmanət olun.